Çox çətin oldu bizim üçün, xüsusən birinci hissədə qol vura bilmədik, şans da yarada bilmədik. İkinci hissədə şanslardan istifadə edib Allahın köməyi qollarımız vurduq və oyunu utduq, finala çıxdıq əsas odur. Mən fikir vermişəm son vaxtlar, yəni bizə qarşı verilən qərarlar həmişə rəqib tərəfindən də qarşılanır. Niyə görə bilmirəm, biz buna hazırıq, yəni bizim problem deyil. Mənim fikrimcə qərar düz idi, sarı vərəqə kifayət idi, orada qırmızı yeri yox idi. Futbol. Futbol udub-buca da bilərsən, yəni biz şansımıza axan kimi inanmışıq və baş məşqçi bizə o göstərişi verdi ki, yəni davam edirik, birinci hissəni oynamısınız, səbir lazım bu oyunda, çünki rəqib yaxşı müdafiə olunurdu və ikinci hissədə şanslarımızdan istifadə edelim. Bizdən motivasiya tapmaq çətin çəkmir, çünki Qurban müəllim həmişə buna tələb edir bizdən. Hər oyuna biz maksimum hazırlaşırıq. Demək istəyirəm ki, digər rəqiblər hazırlaşırlar, amma bizdə Qurban müəllim bizi tələb edir ki, hər oyuna, hər məşqə biz ciddi yanaşaq və biz onun üzərində işləyirik. Hər məşqə ciddi yanaşırıq, hər oyuna ciddi hazırlaşırıq. Baxmayaraq fərqi yoxdur. Ölkə çempionatı, kubok yaxud Avropa oyunlarıdır. Yəni çox ürəkdən çalışırıq, əlimizdən gələni eləyirik ki, və motivasiya isə bizdə heç vaxt problem olmayıb. Yəni hər oyunda biz 100% motivasiyadan çıxırıq. Görürsünüz ki, yəni əzmkar olanda, yəni axırda bu nəticələr də əldə edirsiniz. Çox güclü bir komandadır, çox sevirəm bu komandanı, onlara qarşı oynamaq çətin idi. Biz udmuşuq, bəli, digər rəqiblər uduzublar onlara qarşı və çox simpatik bir komandadır və onlara zəkəşlik eləyirəm mən.